Bismillah. İyulda bürcləri nə gözləyir? Ən doğru proqnoz. İyul ayı enerjisi ümumilikdə dəyişiklik, qərar və yeni başlanğıclarla dolu olacaq. Xüsusilə yay mövsümünün ortasında emosiyalar güclənir, amma bu həm də fürsətlər deməkdir. Sənə bürclər üzrə ən real və balanslı proqnozu yazıram. Ümumi enerji. İyulda münasibətlər ön plana çıxır. Pul və işlə bağlı ani qərarlar arta bilər. Keçmişdən gələn mövzular yenidən gündəmə gələcək. Qoç, enerjin yüksək olacaq, amma tələskən qərarlar problem yarada bilər. İşdə yeni imkan var, amma səbir lazımdır. Sevgi, köhnə biri geri qayıda bilər. Boğa, maddi baxımdan yaxşı ay ola bilər. Gəlir artır, amma xərclərə diqqət et. Şans sənin tərəfindədir. Dəyişiklik ayıdır. Əkizlər, dəyişiklik ayıdır. Həyatında istiqamət dəyişə bilər. İş və ya münasibət, qərar verməkdən qaçma. Xərçəng, sənin ayındır. Enerjin zirvədədir. Özünü göstərmək üçün ideal vaxtdır. Yeni başlanğıc qaçılmazdır. Şir, biraz geri çəkilib düşünmək vaxtıdır. Hər şey görünən kimi deyil. Gizli məsələlər üzə çıxa bilər. Qız, sosial həyat aktivləşir. Yeni tanışlıqlar gələcək üçün önəmli olacaq. Dostlardan gələn şans. Tərəzi, karyera ön plandadır. Böyük qərar verməli ola bilərsən. Risk etsən qazanarsan. Əqrəb, səyahət, təhsil və yenilik enerjisi var. Həyata baxışın dəyişir. Taleyini dəyişən xəbər. Oxatan, maddi və emosional dərin mövzular çıxır. Bir şeyi bitirib yenisinə başlayacaqsan. Güclənmə dövrü. Oğlaq, münasibətlər testdən keçir. Ya güclənəcək, ya bitəcək. Açıq danışmaq vacibdir. Dolça, gündəlik həyat dəyişir. Yeni iş rejimi və ya sağlamlıq qərarı. Özünə diqqət vaxtıdır. Balıq, ən şanslı bürclərdəndir. Sevgi və yaradıcılıq zirvədədir. Gözlənilməz sevinç. İyulun ən şanslı bürcləri balıq, xərçəng, boğa. Ən gərgin bürclər oğlaq, şir, oxatan.